İndi Həsən bəy Zərdabi orada restoranın qapısı kimi görünür. Qaynar info xəbər verir ki, bu sözləri yazıcı Anar Rzayev Milli Məclisdə çıxışı zamanı deyib. İçəri şəhərdə ensiklopediyanın binası yerləşir. İndi o binanın bir mərtəbəsini restoran ediblər. Orada ensiklopediya olanda haqlı olaraq binanın önündə Həsən bəy Zərdabinin heykəli qoyulmuşdu. İndi Həsən bəy Zərdabi restoranın qapıçısı kimi görünür. Restorana girənlər baxırlar, bu kimdir? Xalq yazıçısı təklif edib ki, həmin heykəli Şəhriyar klubu ilə üzbəyüz Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsün. Azərbaycanda heykəl köçürmək ənənəsi var. Eyni addım Həsən bəy Zərdabın heykəli üçün də tətbiq olunarsa, bu həm ona olan hörmətimizi nümayiş etdirər, həm də ədalətli bir yanaşma olar ki, mədəniyyət və maarifin simvolu olan bu böyük şəxs restoranın qapısında oturmayıb.